Hesablama Palatasının Mədəniyyət Nazirliyində apardığı yoxlamalar vaxtı çoxsaylı maliyyə pozuntuları aşkarlanıb. Bu haqda Qununsesi.infoya adı çəkilkən nazirlikdəki mənbə deyib. Xəbərə görə, yoxlamalar zamanı 8 milyon manata yaxın büdcə vəsaitinin müxtəlif MMJ-lər vasitəsilə silindiyi məlum olub. Qeyd edilir ki, ölkənin siyasi rəhbərliyinin qərarına uyğun olaraq bu faktlar Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinə göndəriləcək. Bu isə Nazir Adil Kərimlinin vurulması deməkdir. Çünki söhbət bir neçə 100 min manatın yox, 8 milyona yaxın vəsaitin talan olunmasından gedir. Pizza saytı bilgiləndirən mənbə onu da vurğulayıb ki, Nazir Adil Kərimli məsuliyyətdən qurtulmaq üçün komandasından bir neçə nəfəri qurban verməyə hazırlaşır. Onu da xatırladaq ki, dünən saytımızda Mədəniyyət Nazirliyinin aparat rəhbəri Mustafa Abbas bəylinin vəzifəsindən kənarlaşdırılacağına dair xəbər yayılıb. Qeyd edilir ki, nazir büdcə talanmasına görə daha 2 nəfəri günahkar görür. Mədəniyyət Nazirliyinin mətbuat xidməti xəbəri şərh etməkdən imtina edib.